İlk baxışdan bu uşaq adi uşağa bənzəyə bilər, amma bu heç də belə deyil. Salam Zahid. Salam Mehmanlar, necəsiz? Sağ ol. Sən necəsən oğlum? Yaxşıyam. Bugün rus dili dərsimiz var. Hazırlaşmısan? Keçən dərsimiz meyvələr və fruti. İndiki dərsimiz tərəvəzlərlə olmuş. Nə daha faydalıdır? Avokado yoxsa alma? Çoxları deyəcək ki, alma daha faydalıdır, amma əslində avokado daha faydalıdır. Nə üçün? Avokadonun içində almada olandan 5 qat daha çox vitamin var. Çox kişi avokadonu sevmir. Alma daha şirindir deyə onu sevirlər. Şirindir, suludur deyə onu sevirlər. Bəli. Avokado sulu deyil, həm də belə dilə gətiriləcək bir dadı yoxdur. Ona görə də çox kişi almanı sevir. Amma əslində avokado daha faydalıdır. Avokado həm də bir çox xəstəliklərin dərmanıdır. Avokado nədir? Çəkirdəyindən çay da düzəldilir. Yəni avokadonu təkcə yemək olaraq istifadə etmirlər. Amma onun çəkirdəyinin qabığı qalır. Nədir? Taxta kimi bərk olduğu üçün avokadonun çəkirdəyi. Ondan əşyalar düzəldilir. Ay, nə gözəl. Zahid, bəs avokado meyvədir yoxsa tərəvəzdir? Meyvədir. Çox əslində nədir? Çoxlar deyir axı onun dadı yoxdur, belə şirin meyvə kimi dadı yoxdur. Amma əslində avokado meyvədir. Meyvə olmadığını hardan ayırd eləmək olar? Meyvələr çiçəklərdən yetişir. Çiçəklərdə yetişir. Hansı heyvan daha güclüdür? Pələng yoxsa şir? Əslində nədir? İnsanlar hesablayır ki, meşələrin hökmdarı, meşələrin padişahı, ormanların şahı dedikləri üçün şir daha güclü sayılır. Amma əslində xeyr. Şir 8 insan gözündədir. Pələng isə 18 insan gözündədir. Yəni pələng daha güclüdür. Ağırlıq mənasından da, güc mənasından da, sürət mənasından da. Qısaca pələng pişiklər ailəsinin ən güclü növüdür. Ən güclü pələng növü də Amur pələngidir. Nəyə görə onun padişahı, meşələrin padişahı deyilməsinin səbəbi isə budur. 2 səbəbi var. Birinci səbəbi, elmi səbəbi. Şirin həliri var. Həlir o boynundan çıxan tükü var deməkdir. O şirin tadı kimi sayılır. Səbəblərdən biri də budur ki, şir rəqibinin nəslinin, ailəsinin içində gözlüyündə ucalmaq gücdə görsənmək üçün rəqibi ilə döyüşür. Hətta bəzi şirlər də yemək üçün döyüşür. Amma pələng rəqibindən intiqam almaq, qisas almaq, hətta rəqibini öldürmək üçün döyüşür. Həm də şir görür ki, enerjisi qalmır, tez geri çəkilir, yəni qorxaqlıq edir. Pələng isə nə olur olsun enerjisinin son damlasına qədər döyüşür. Səndə belə bir məlumat var ki, onu ancaq sən bilirsən. Elə bir fakt var ki, sən bilirsən, amma başqa insanlar üçün o sirdir. Amazon çayı Nil çayından 16 metr daha uzun olduğuna görə o daha uzun sayılır. Mən istəyərdim ki, bilim, bax, sən bu məlumatları uşaq ensiklopediyasından mı götürmüsən, ya hardan əldə edirsən bu məlumatları? Mən bəzilərini, əslində ensiklopediyalardan, bəziləri heyvan haqqında olanları ensiklopediyalardan götürmüşəm. Amma götürdüyüm məlumatların çox hissəsini Google və başqa saytlardan, kitablardan götürdüyüm bilgilər təşkil edir. Götürdüyüm məlumatları yoxlayıram. Yəni Google'dan, başqa kitablardan götürdüyünüz faktlara inanmayın, videonu izləyən izləyicilər. Götürdüyünüz faktlara inanmayın. Məlumatları yoxlayın, dəqiqliyi ilə yoxlayın.
Zahid, sənin belə gözəl nitq qabiliyyətin var. Çox qəşəng danışırsan, öz fikrini çox gözəl, aydın çatdırırsan. Sənin çox qəşəng şeir demək qabiliyyətin də olar. Deyə bilərsən hansısa bir şeir? Mən Nizami Gəncəvidən 2 misra deyə bilərəm. Nizami Gəncəvinin belə bir şeir parçası var idi ki, bu dünyada bilik öyrənməyi ar bilən hər kəs dünyada mənfət qazana bilməz. Mən də sizə bir sual vermək istəyirəm. Nə vaxtdan da vermək istəyirdim. Bu bitkinin adı nədir? Göstər, görüm hansını deyirsən. Bu bitki. Bu bitkinin adı nədir? Bu otaq bitkisidir, Zahid. Adı Sensevieradır. Buna həm də Peyğəmbər qılıncı deyirlər. Çox yaxşı bitkidir. Otağın tamamilə havasını dəyişdirir. Bu yaşda uşaqlar, valideynlər ünsiyyəti sevirlər. Onlarla çox ünsiyyətli olun. Onlar üçün dərsdən də daha maraqlı olan şey tənəffüslərdə və dostları ilə ünsiyyətdə baş verən hadisələrdir. Əgər istəyirsiniz ki, övladınız da Zahid kimi özünə inamlı, savadlı, ünsiyyətçil, gözəl nitq qabiliyyətinə malik və erudit uşaq olsun, onda onlara nağıllar oxuyun. Çünki nağıllar düşünməyi və gözəl danışmağı öyrədir. Məktəbə gedərkən söhbət edin, çünki valideynlə ünsiyyət uşağın dünya görüşünü genişləndirir. Ailə içində müzakirələr aparın, çünki fikir bölüşmək uşağın ifadə qabiliyyətini inkişaf etdirir. Və unutmayın, bugünkü maraqlı suallar sabahın böyük kəşflərinə aparan yoldur. Oxuyan, araşdıran və sual verən uşaqlar gələcəyin dahiləridir.